Əmircanda Abidəyə yaxın. Bax, Bol market görürsünüz. Bol marketin yaxınlığında 113 maşın yolun üstündə ev göstərəcəm. İzləyin. Bir həyətdə 2 dənə ev. Salam, xoş gördük hörmətli izləyicilər. Əmircanda Abidəyə yaxın ərazidə 3 sota yaxın torpağın içində 3 otaqlı evdir, bir də 2 otaqlı ev. 3 otaqlıdan başladıq göstərməyə. Otaqlar təmiri qaydasındadır. Bütün otaqlar genişdir. Bu da 3-cü otaq. Otaqlar iç-içədir. Bax, bir otaq budur. Bir otaq budur, bir dənə də otaq oradadır. Otaqlar iç-içədir. 3 otaqdır, təmiri qaydasındadır. Bax, kuxnasını göstərirəm. Kuxnasıdır. Kuxniyə biraz əl gəzdirməli. O, siz yəni. Bu da hamam tualetdir. Hamam tualet də genişdir. Həyətini də göstərəcəm. Bundan əlavə həyətində bir dənə də ev var. Onu da çəkəcəm, baxın inşallah. Əmircanda Abidəyə yaxın ərazidə var, görürsünüz. Küçəsi də genişdir. Geniş küçəsi var. Marşruta, 113 marşruta yaxın məsafədir. Haradasa 150 metr, 160 metr məsafəsi olur. 2.8 sotdadır. Burada əl damıdır. Bura belə bir şeydir. Əl yumağazıda çöl tualetidir. Gəlirsən. 2 dənə evdir. Bir həyətdə 2 dənə evdir. Bir 3 otaqdır, bir 2 otaqdır. Bax, həyətimiz budur. Normal həyəti var. Ev də budur, yəni evin 3 otaq budur, 2 otağı da indi o bir tərəfdə göstərəcəm. Baxın. Bu da ikinci evimizdir. Bax, girişdə bir dənə belə bir otaq qarşılayır bizi. Sağ tərəfdə də yataq otağıdır. Təmiri qaydasındadır. 3 otağının, 2 otağın üstü krişası bitişikdir. İstəyən olsa, indi göstərəcəm. Bu da ayrıca sanuzel. Göstərəcəm, baxın. Yəni, buranı istəyən olsa birləşdirib 5 otaq. Böyük bir 5 otaq eləmək olar. Bax, evin 3 otaq budur, 2 otaq oradadır. Yəni, istəyən olsa buranı da belə birləşdirib, ümumi 5 otaq eləyə bilər. Buranı da böyük bir zal kimi düzəltmək olar. Qiyməti də münasibdir. Yəni, qiymətini şərhlərdə deyəcəm, çox münasib qiymətədir. Marşruta da yaxındır. Allah xeyir versin, xeyirli olsun. Əlaqə saxlayın.